Aziz şagirdlər, 15 fevral, yəni bugünkü OTK sınav imtahanında istifadə olunmuş bədii mətnin izahına başlayaq. Deməli belə, uşaqlar, bu mətin, bir mətin də 10 sualdır və mətni oxuyarkən bilin ki, bu bədii mətindir. İndi isə izahlara keçək. Yəni, bütün tapşırıqlarda bədii mətnin olduğunu düşünün. Çünki onunla bağlı suallar, tapşırıqlar gələ bilər. Məndə olan variantın 11-ci sualı belədir. Üzərində rəqəm yazılmış hansı ifadələr həqiqi mənada işlənmişdir? Doğru cavab B-dir, 3-5. Deməli, nə üçün 3-5? Üçüncü, burada kötüyün üstündə oturdular, bu həqiqi mənalıdır. Beşinci söz isə nimdaş kostyumunu geyib həqiqi mənalıdır. Amma birinci söz, müharibə gedirdə gedir, kefi durulduda duruldu. Dördüncü söz, söz kişini yaman yaralardı, yaralamaq məcazi mənalıdır. Doğru cavab B bəndi. Mətnə əsaslanmaqla Hikmət kişiyə aid olmayan fikirləri müəyyən edin. Aid olmayan, evdə tək yaşayırdı, bu ona aid deyil. Çünki dedi ki, paltarımı hazırlayın, gedirəm. Deməli, evdə kimsə var idi. Cəbhədəki nəvəsi üçün darıxan Hikmət kişi deyildi, qonşusuydu. Və kartı itirdiyi üçün xeyr, kartı itirdiyi üçün yox. Dedi ki, mənim yadımda qalmır kartının ölməsi. Başqasının və eyni zamanda başqasının kartından da istifadə eləmədi, öz kartından istifadə elədi. Cavab 2-3-4. Növbəti tapşırıq, şərhlərdən biri qarşısında üçbucaq işarəsi qoyulmuş sözün mənasına uyğundur. Həmin işarə fond deməkdir. Fond. Biz o dəqiqə fond izahına baxırıq, fond nə ola bilər? Cavab, ümumi mənada müəyyən məqsəd üçün toplanmış və ayrılmış vəsait ehtiyatdır, resurs. Bilirsiniz ki, 2-ci Qarabağ müharibəsi dövründə, Vətən müharibəsində belə bir və ondan sonra da bu fond fəaliyyət göstərir və Hikmət baba öz əlində olan imkanını cəbhə üçün göndərən, müharibə üçün göndərən bizim qəhrəman vətəndaşlarımızdandır. Cavab Y bəndidir. 14. Mətnə əsasən hansı suala cavablandırmaq mümkündür? Cavab bu B bəndidir. Hikmət kişi kart nömrəsini əzbər bilirdimi? Həmin sualda biz gəlirik. Deyir ki, deməli, burada yazılış var. Abala, mənim gözlərim görürmü ki, özüm yığam? Bax, burada yazılıb. Deməli, yadında deyil, burada yazılıb deyil. Cavab B bəndidir. Hansı fikir mətinin plan bəndi ola bilməz? Bilirsiniz ki, mətinin tərkib hissələri giriş əsas nəticədir, sonra planlaşdırmaq olar. Məntiqə görə B, gecikmiş yardım. Hikmət baba müharibə gedə-gedə yardım edildi. Burada gecikmədən söhbət gedə bilməz. Doğru cavab gecikmiş yardım hissəsidir. Digər bəndlərə keçək. 16-cı sual, mətndə çərçivədə verilmiş sözlər. Sözlər burada verilir. Qovmaq və yazmaq. Birinci söz informativdir. İkinci söz politik funksiyada mətndə işlənib. İnformativ funksiya mətnin də həmin sözün adi işlənməsidir. Düşməni qovuruq informativdir. Onun yerinə yaza bilərdiniz. Başından bu fikirləri qov. Məcazi mənada. Məcazi mənada sözün işlənməsi sözün informativ funksiyasıdır. Yağmaq sözü mətndə politik funksiyadır. Deməli, üzərindən yorğunluq yağan məcazi mənalıdır. Deməli, poetikdir. Siz onu işlədə bilərsiniz ki, informativ funksiyada bayırda güclü qar yağırdı və s. Bu və buna uyğun yazmışsınızsa yəqin ki, doğru götürəcək. Növbəti sual, insanlar, hadisələr haqqında tələsi dəqiqləşdirmədən qərar vermək yanlışdır fikri. Bu, biz əsasən bunu bankda işləyən qadından bağlıydı. Hikmət baba banka daxil olarkən qızdan söz soruşdu. Qız isə onun pul almaq üçün gəldiyini düşündü və onu çöldəki bankamata yönləndirdi. Bu ona aiddir və ona uyğun cümlə yazmalısınız. Dəqiq yazın, cümlənin məzmununa fikir verin. Növbəti tapşırıq iki mətnin müqayisəsidir. Mən sürətlə bunu yazıya çevirdiyimə görürəm. Müəyyən hərf səhvləri ola bilər. Çünki imtahandan sonra tapşırıqları götürüb yazıya çevirmək vaxt alır. Ona görə izahlar da biraz gecikə bilir. Deməli, yardım mətni bədii üslubdadır. Siz orada bədii üslubun xüsusiyyətlərini yaza bilərsiniz.
obrazlıq, emosionallıq var, xalq dilinə yaxındır, məcazilik var, süjet xətti var, təkkiyə var və s. Yardım mətninin üslubu xüsusiyyətləri dediyi üçün çalışın bədii üslubdadır yazmayın. Üslubunu soruşmur. Üslubu xüsusiyyətlərini soruşur. Çərçivədəki mətn elmi üslubdadır kifayət qədər çox. Müxtəliflik və s. müxtəlif deməli orada fikirlər var. Deməli burada termin sıxlığı var. Deməli nədir? Çərçivədəki mətn. Fikirlər dəqiqdir, konkretdir, sıx terminologiya malikdir, məntiqli, dəqiqli ardıcıllıq var və s. Oxşar. Hər ikisi ədəbi dil nümunəsidir. Burada diqqətli olun. Hər iki dildə ədəbi dilin normaları gözlənilir, yazmayın. Ola bilsin ki, nümunənin hər hansı birində inversiya baş verə bilər. Deməli, nümunə gözlənilmir. Amma hər ikisi ədəbi dil nümunəsidir. Normanı yazmaya bilərsiniz. Amma ədəbi dil nümunəsidir. Bəli, çünki bütün üslublar ədəbi dil nümunəsidir. Funksional üslubdadır. Dil vasitələrindən ümumi istifadə zamanı meydana çıxır və s. Bu cavablar qeyd edə bilərsiniz. Növbəti tapşırıq. Altından xətt çəkilmiş hissədəki məlumatlara əsasən həmin sözlərin müəllifi obraz kimdir? Hansı obraz? O qadın var, həmin söz, gəlirik həmin sözə. Əmizan, siz niyə dayanmışsınız? Yorlarsınız, yəni əziyyət çəkməsin deyə. Bu qadının xarakterində, xarakteri xüsusiyyətləri nədir? Qayğı keçdi, diqqətçildir, mədənidir və s. Bunu yazmalısınız. Növbəti tapşırıq, nöqtələrin yerinə uyğun gələn ifadə yazın. Burada şagirdin xalq deyimlərini hansı formada bilməyini göstərir. Sən nə hayda, mən nə hayda, sən nə hayda və buna uyğun ifadələr yaza bilərsiniz. İkinci mətnin izahı budur. Ümid edirəm ki, nəyisə izah elə bildim. Birazdan publisistik mətni izah edəcəyəm. Kanala abunə olun və videoları gözləyin. Hələlik bu qədər. Ümid edirəm ki, nəyisə sizə izah eləyə bildim. Bu qədər.